Əli əleyhissalam o əzəməti ilə deyir, müharibənin alovu alovlanan zaman, müharibənin ən qızğın vaxtında biz Peyğəmbərə pənah aparardıq. Əli əleyhissalam ki, bir zərbəsi deyir, insan və cinin ibadətindən üstündür, deyir, müharibənin ən qızğın vaxtında Peyğəmbər hamıdan qabaqda olardı, biz də o əzəmətli qalaya pənah aparardıq, onun sayəsində dayanardıq. O əzəmət üçün gərək gecə yatmayasan, o qədər insanın ürəyində dərdini çəkirsən, ona görə gərək gecə Allahdan güc alasan. İstək nə qədərdir, yük də o qədərdir. Yük nə qədərdir, istək də onun müqabilindədir. Gərək xəlvət ibadətin çox olar. Məndən tələb eləmir ki, qumilləyl illa qalila. Mən gecəni yatıram. Amma Peyğəmbərə deyir, dur. Və kim də gəlib çatsa, yüksəlsə, məqamı, dərəcəsi o həddə, onun da gecə yuxusu ona haram olur. O da gecəni şövqlə Allaha ibadət edir. Dərdin nə qədər böyüdürsə, duan da bir o qədərdir, əziyyətin bir o qədərdir.